hər vaxtınız xeyir olsun. Bu gün mən Sualə müəllimə ilə birlikdə 3-cü sinif Azərbaycan dili səhifə 41, birinci hissəyə baxacağıq. Dil qaydaları. Uşaqlar 3 ay tapşırığına keçməmişdən qabaq isim, ad bildirən sözlərin sizə izahını verəcəm. Əşyanın adını bildirən sözlərə ad bildirən sözlər deyilir. Artıq biz 1-ci, 2-ci sinifdə deyirdik ad bildirən sözlər deyilir, düzdürmü? Amma artıq deyəcəyik ki, ad bildirən sözlər də isim adlanır. Nə oldu? Ad bildirən sözlər isim adlandı. İsim canlı və cansız varlıqları, eləcə də məkanın adını bildirir. Yerin, məkanın adını bildirir. Sualları hansılardır? Kim, nə, hara? Aydındırmı? İndi isə gəlin 3 ay tapşırığına baxaq. Bakı. Uşaqlar, Bakı hansı suala cavab verəcək? Hara? Bakı, düzdürmü? Getdik. Cido. Nə? Cido. Qazax. Yenə hara? Qazax. Rəşid. Rəşid canlıdır axı, düzdürmü? Kim? Rəşid. Yarış. Nə? Yarış. İdmançı. Kim? İdmançı. Talış. Kim? Final. Nə? Aslan. Kim? Round. Nə? Quba hara? Sualına cavab verir. Gəlin gedək aşağıya baxaq. Otaq hara? Otaq. Döyüş. Nə? Döyüş. Seymur. Kim? Seymur. Bayraq. Nə? Bayraq. Qələbə. Nə? Qələbə. Deməli belə uşaqlar, getdik tapşırıq B-yə. Aşağıdakı sxemi şərh edin. Uşaqlar, bayaq izah elədiyim həmin bu aşağıdakı sxemdədir. İsim canlı varlıqlardır, cansız varlıqlardır, bir də yer, məkan, düzdürmü? Canlı varlıqlar kim sualına cavab verir və iki qrup ayrılır. Bir insan bildirən canlı varlıqlar, bir də heyvan bildirən, düzdürmü? İnsan bildirənlər kim sualına cavab verir? Həkim kim? Əmi kim? Kamil kim? Amma heyvan bildirənlər aslandır, şirin, delfindir, bülbüldür, ondan sonra ayıdır, pələngdir. Bunlar isə nə sualına cavab verir? Daha sonra yer bildirənlər isə hara sualına cavab verir. Məsələn, biz kəndə getdik, hara getdik? Biz dağa çıxdıq, hara çıxdıq? Dağa, düzdürmü? Bu isə yer, məkan bildirənlər hansı suala cavab verdi? Hara sualına. Cansız varlıqlar isə nə sualına cavab verir? Məsələn, qələm nə? Dəftər nə? Kitab nə? Ütü nə? Dəmir nə? Və s. və ilə axır. Bunu izah elədik, getdik tapşırıq C-yə. Verilmiş sözlərə uyğun şəkilçilər artırmaqla kim sualına cavab verən sözlər düzəldin. Uşaqlar nə edəcəyik? Oldu arı. Sözümüz nədir? Arı. Biz bunu kim sualına cavab versin deyə çı şəkilçisi qoyacağıq. Olacaq arıçı. Pambıq, pambıqçı. Üzüm, üzümçü. Traktorçu. Sonuna yazacağıq. Yazıçı. Neftçi. Qoruqçu. Sonra görək nə gəlir? Bağban. Vətəndaş. Düzdürmü? Sənətkar. Beləmçinə şəkilçiləri qoyub kim sualına verən sözləri yaradırıq. Gəlin indi baxaq uşaqlar, yadınızda saxlayın. İsimlər konkret və mücərrəd olurlar. Gözümüzlə gördüyümüz konkretdir. Yox, gözümüzlə görmədiyimiz isə nədir? Mücərrəddir. Bu cürdə yadımızda saxlayacağıq. Məsələn, biz kitabı gözümüzlə görürük də, düzdür? Bu konkretdir, mücərrəddir. Əlbəttə ki, konkretdir, gözümüzlə görürük. Amma arzunu, sevinci, kədəri, istəyi, diləyi biz bunları gözümüzlə görürük. Əlbəttə ki, yox. Demək ki, bunlar nədir? Mücərrəddir. Gəlin indi tapşırıq C-yə baxaq. Mücərrəd isimləri seçin, qarşısına sualını qeyd edin. Bu isimlər hansı suala cavab verir? Gəlin baxaq. Dəniz. Hara? Dəniz. Mücərrəddir uşaqlar dəniz. Görürük də biz dənizi, düzdürmü? Gedirik yayda, dənizdə dincəlirik və yaxud da ki, bulvarda gəzirik dənizin kənarında, düzdürmü? Nə sualına cavab verir və mücərrəd deyil, konkretdir. Getdik, həyəcan. Həyəcanı gözlə görmək olur uşaqlar? Əlbəttə ki, yox. Həyəcan nədir? Mücərrəddir. Və nə sualına cavab verir? Nə? Həyəcan. Kitabxana uşaqlar konkretdir də, düzdürmü? Bunu götürmürəm. Şair konkretdir də, bilirik də ki, bu adam şairdir, düzdürmü? Türkiyə hara? Türkiyə. Burada gedirik konkret gəzirik də biz orada. Amma yaxşılıq mücərrəddir. Biz onu gözümüzlə görə bilmirik ki, düzdür? Yaxşılıq. Nə? Yaxşılıq. Mühəndis. Mühəndisi gözümüzlə görürük də kim sualına cavab verir? Konkretdə ona görə götürmürük. Ağıl. Ağıl biz görə bilərik. Uşağın üzünə baxanda biz bilə bilərik onun ağlı nə dərəcədədir, necə oxuyur, zəif şagirddirmi, yoxsa çalışqan şagirddirmi, əlaçıdırmı? Əlbəttə ki, bu da mücərrəddir və nə sualına cavab verəcək? Qorxu yenə mücərrəddir, nə sualına cavab verəcək? Hasar, gözümüzlə görürük, düzdürmü? Baxırıq ki, hasarın üstündə pişik oturub, düzdürmü? Görürük gözümüzlə. Bu konkretdir. Qələbə isə nə sualına verir? Mücərrəddir. Bax, belə uşaqlar, bugünkü izahımız bu qədər. Xatırlatmaq istəyirəm ki, noyabr ayından yeni ödənişli qruplarımız başlayır. Qoşulmaq istəyənlər
aşağıda göstərdiyim WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilər. Hələlik.